Hər kəsə yenidən salamlar. Biz bura qədərki müzakirələrimizdə çox ağır bir nəticəyə gəldik. İmami məzhəbinə görə imamət məsələsi dinin əsaslarındandır və cəhənnəmdən qurtulmaq üçün mütləq şərtdir. Bəli, bunu əvvəlki hissələrdə detallı danışdıq. Bəs bunun sıravi bir insan, bir fərd üçün praktik, gündəlik nəticəsi nədir? Təbii və birbaşa nəticəsi budur ki, hər bir kəsə öz zamanının imamını şəxsən tanımaq vacib olur. Özü də bu sadəcə ümumi, kollektiv bir vəzifə deyil, tamamilə fərdi bir vaciblikdir. Sən öz zamanının imamının adını, atasının adını və vəsflərini bilməlisən. Yəni, bilməsə nə olar ki, bununla bağlı konkret teoloji bir hökm var? Var, həm də çox kəskin bir hökm. İbn Həmzə Ət-Tusi özünün Əs-Səqib fil-Mənaqib kitabında belə bir hadisə nəql edir. Məhəmməd ibn Əl-Alə adlı bir şəxs həcc ziyarətində Kəbəni təvaf edərkən İmam Əli ibn Musa Ər-Rizanı əleyhissalam görür. Və ona nə isə soruşur? Bəli, yaxınlaşıb deyir ki, sənə fəda olum. Peyğəmbərdən sallallahu aleyhi və alihi belə bir hədis rəvayət edilib. Kim öz zamanının imamını tanımadan ölsə, cahiliyyə ölümü ilə ölmüşdü. Bu doğrudurmu? İmam Ər-Riza da təsdiqləyərək deyir ki, bəli, atam babamdan, o da Hüseyn ibn Əli ibn Əbi Talibdən əleyhissalam rəvayət edib ki, Allahın Rəsulu məhz belə buyurub. Bir dəqiqə, cahiliyyə ölümü deyəndə tam olaraq nə nəzərdə tutulur? Yəni, sadəcə günahkar kimi ölümək, yoxsa İslamdan əvvəlki o bütpərəst ərəblər kimi? Bax, o adam da eyni sual verir. Soruşur ki, bəs cahiliyyə ölümü ilə ölən nədir? İmamın cavabı çox qısadır. Bir müşrik. Hətta Əl-Kuleynidə məşhur Əl-Kəfi əsərində buna bənzər bir rəvayət gətirir. Orada Əl-Haris İmam Əbu Əbdullaha əleyhissalam eyni sual verir ki, bu necə cahillikdir? Və İmam Sadiqin cavabı necə olur? O cavab verir ki, bu küfür, nifaq və azğınlıqdan qaynaqlanan bir cahillikdir. Yəni, açıq-aşkar dindən çıxmaqdır. Bəs digər məzhəblər, məsələn, İbnül Mütəhhər Əl-Hilli kimi alimlərin bu hədisdən dəlil kimi istifadə etdiyini bilirik. Bəs əhl-i sünnət mənbələrində bu hədis var, onlar bunu necə qəbul edirlər? Çox həlledici bir məqama toxundun. Əhl-i sünnət qaynaqlarında eyni ilə bu ləfzdə və bu mənada heç bir hədis yoxdur. Heç yoxdur? Bəs o zaman şiə alimləri bu mübahisələrdə nəyə istinad edirlər? Yəqin ki, bənzər bir şey var. Bənzər var, amma mənası tamam fərqlidir. Sünnət əhlində buna ən yaxın hədisi Ət-Tayalisi Əl-Müsnədində və İmam Əhməd öz müsnədində rəvayət edir. Orada deyilir ki, hər kim imamsız ölərsə, cahiliyyə ölümü ilə ölmüşdür. Axır, ləfz çox bənzəyir. Fərq nədədir ki? Fərq imam və cahiliyyə sözlərinə verdikləri mənadadır. Sünni yanaşmada buradakı imam ilahi yolla seçilmiş, məsum, əfsanəvi bir figur deyil. Elə İmam Əhmədin özündən soruşanda ki, imam kimdir? O deyir ki, imam o kəsdir ki, müsəlmanlar onun barəsində icma edir. Yəni, hamı qəbul edir ki, bu dövlət başqasıdır. Yəni sünnilərə görə bu sadəcə qanuni siyasi rəhbərə itaət etməmək, dövlətə qarşı çıxmamaq əmridir. Tamamilə, yəni ümmətin icma etdiyi liderə qarşı çıxıb əhdi pozsan, qiyamət günü üzürsüz olarsan. Üstəlik sünnət əhli buradakı cahiliyyə ölümünü heç vaxt şirklə və ya küfürlə bərabər tutmayıblar. Bu sadəcə böyük itayətsizlik, vəhşilik dövrünün adətlərinə qayıdış kimi yozulur. Nəticə itibarilə sən mütləq o konkret, ilahi yolla təyin edilmiş şəxsi tanımalısan. Əks halda imanın səhih deyil və sən müşrik kimi ölürsən. Bəli, və məhz bu ağırlıq bizi başqa, daha böyük bir sualla üzləşdirir. Əgər birini tanımaq cənnət və ya cəhənnəm məsələsidirsə, axı biz o adamın, yəni imamın kim olduğunu necə bilməliyik? Onun təyinatı gizli ola bilərmi? Bu da yəqin ki, nas məsələsinə aparır. Elədir. Gəl bu nas məfhumunu və onun növlərini növbəti hissədə açaq.